Sizin əlinizdə bu ilki jurnal var, ixtisaslar və plan yerləri. Bizim keçən ilki 25-ci ilə aid olan keçid ballarla olan belə bir kitabça dərc olunubdur, işıq üzü görübdür və siz bundan da bu kitabçadan başqa 2 nömrəli abituriyent jurnalında da keçid ballar, keçən ilki keçid ballar var. Və nəhayət bu ilin statistikası var. Mənim əlimdə hələ ki onun çap olunmuş variantı yoxdur, elə belə print olunmuş variantıdır. Amma artıq bugün də o satışda olacaqdır. O da bugün işıq üzü görəcəkdir. Gəlin baxaq birinci qrupa və birinci qrupda olan vəziyyəti, bu ilki vəziyyəti keçən illə təhlil edək və bir suala cavab verək ki, keçən ilki keçid ballara biz nə dərəcədə güvənə bilərik? Biz görürük ki, bu il bizdə demək, bilirsiniz ki, birinci qrupda RK alt qrupu var və RI alt qrupu var. Demək, birinci onu mən qeyd etmək istəyirəm ki, birinci qrup çox belə şanslı qrupdur. Burada demək, yerlərin sayı, plan yerlərinin sayı 20.150 yerdirsə, onların 75%-i 15.200 yer dövlət sifarişli yerlərdir. Bu nə deməkdir? Bu onu deməkdir ki, bu ixtisasları, bu peşələrə gələcəkdə demək, əmək bazarında bizim ölkədə tələbat yüksəkdir deyə indidən hökumət bu təhsil siyasətini həyata keçirir ki, bu ixtisaslara gələn şəxslər demək, hökumətin, dövlətin hesabına təhsil ala bilsinlər. Və birinci qrupda 75% plan yerləri dövlət sifarişli yerlərdir. Birinci qrupda 2 alt qrup var. RK alt qrupunda burada plan yerləri 12.710-dur. Müsabiqəyə buraxılan 200 baldan yuxarı nəticə göstərən şəxslərin sayı isə 7.662-dir. Bu deməkdir ki, 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs birinci ixtisas qrupunda, birinci ixtisasda RK alt qrupunda, birinci ixtisas qrupunun RK alt qrupunda qəbul oluna bilər. Hətta burada demək 150 baldan da yuxarı nəticə göstərənlərin sayı 12.622-dir. Plan yerlərin sayı 12.710-dur. Bu deməkdir ki, 150 baldan da yuxarı nəticə göstərənlər bu ixtisas qrupunda demək özləri üçün demək yer tapa bilərlər. Hətta bundan sonra da RK alt qrupunda subbakalavrlar üçün də müəyyən qədər yer qalacaqdır. Burada ikinci alt qrupda, RI alt qrupunda bu kompüter elmlərinə aiddir. Plan yerlərinin sayı 7440-dır. Müsabiqəyə 200 baldan yuxarı demək buraxılanların sayı isə 8000-dir. Görürsünüz ki, burada RI alt qrupunda müsabiqə vəziyyəti daha gərgindir və burada 8000-dən yalnız 700-440 nəfəri qəbul olunacaqdır. 150 baldan aşağı nəticə göstərənlər isə 250 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10.999-dur. Keçən il bu alt qrupda kifayət qədər subbakalavrlarda qəbul olunmuşdur. Ola bilsin bu ildə hansısa subbakalavrlar burada birinci demək qəbuldan sonra kimlərsə bu ixtisasları qeyd etməsələr, ola bilsin subbakalavrlara yer qalsın, amma düşünürəm ki, elə də çox olmayacaqdır. Və təbii ki, burada da ixtisaslar müxtəlifdir, ali məktəblər müxtəlifdir. Keçən ilki 600 baldan yuxarı keçid ballar olan ixtisaslara biz fikir verəndə və bu ilki 600 baldan yuxarı nəticə göstərənlərin sayına biz fikir verəndə görürük ki, həmin o intervalda keçid ballar təxminən bir 10 bal aşağı düşəcək. Bu nə deməkdir? Keçən il misal üçün bir ixtisasda mən elə belə konkret bir ixtisas demirəm, misal üçün yalnız deyirəm. Keçid bal misal üçün 632 idirsə, sizdə isə indi
10 bal aşağıdır, 622'dir. Siz düşünməyin ki, siz həmin o ixtisası seçə bilməzsiniz. Yox, seçə biləcəksiniz, çünki keçən illə müqayisədə həmin o ixtisasa təxminən 10 bal aşağı olacaqdır keçid bal. Bu aiddir o keçid ballara ki, keçən il 600 baldan yuxarıdır bu ixtisas qrupunda, RK alt qrupunda. 500-dən yuxarı demək keçid ballar RK alt qrupunda təxminən həmin səviyyədə qalacaq və bu il sizdə 500-dən yuxarı 500-600 bal arasında nəticə göstəribsinizsə RK alt qrupunda, keçən ilki ballara çox böyük demək ehtimalla güvənə bilərsiniz və o ixtisasları seçə bilərsiniz. Demək 400-dən yuxarı nəticə olan keçən il keçid ballar ki var, bu il həmin o ixtisaslarda ola bilsin ki, təxminən 10 bal aşağı demək keçid bal formalaşacaqdır. Burada da demək siz öz balınızı keçən ilki keçid balına müqayisə eləyəndə rahat bir 10 bal yuxarı ixtisas seçə bilərsiniz. Eyni vəziyyət bizdə demək 300-400 bal arasında olan ixtisaslardadır. Amma həmin o histogramın arxasında demək sol tərəfində qalan 200 balla 300 bal arasında olan şəxslərin sayı 7662-dir. Bu demək bu 200 baldan yuxarı nəticə göstərənlər və burada bu demək intervalda 300 balla 200 bal arasında olan intervalda keçid ballar, keçən ilki keçid ballar təxminən 10 bal artacaqdır. Beləliklə RK art qrupunda bu artma yalnız aşağı, keçən il aşağı olan ixtisaslarda olacaqdır. Bu əsasən regional ali məktəblərə aiddir və özəl ali məktəblərə aiddir. Və burada demək 150 balla, misal üçün 150-200 bal arasında olan ixtisaslarda da biz görürük ki, bu bir 10 bal aşağı düşəcək. Dövlət sifarişli yerləri seçənlər 220 baldan yuxarı nəticə göstərənlərin RK alt qrupunda dövlət sifarişli yerlərə düşmək ehtimalı kifayət qədər yüksəkdir. RI ixtisas qrupuna biz keçəndə görürük ki, 600 baldan yuxarı nəticə göstərən şəxslər bu il 569 nəfərdir və keçən il 600 baldan yuxarı keçid bal bu il təxminən 10 bal aşağı düşəcək. 500-600 bal arasında olan ixtisaslarda da RI alt qrupunda təxminən 20 bal aşağı düşəcək. 400-dən 500 arasında isə burada təxminən 5 bala qədər aşağı düşəcək. 300 baldan 400 bala qədər olan və ümumiyyətlə 200 baldan yuxarı nəticə göstərənlərin də arasında biz təxminən 50 bala qədər artım gözləyirik. Və burada RI alt qrupunda birinci dəfədir ki, müəyyən ixtisaslar 150 baldan yuxarı nəticə göstərənlər iştirak edə biləcəklər. Burada əsasən 150 bal yox, misal üçün 200 balı var, amma ikinci mərhələdə onun balı 50-dir. Bax, belə 150 bala düşməyəcəkdir keçid ballar. Həmin o 200-dən yuxarı nəticə göstərənlər bu müsabiqədə uğur qazana biləcəklər. Yəqin ki, bu RI-də biz subbakalavrların sayının kəskin azalmasını müşahidə edəcəyik. Bu birinci qrupa aid olan məsələlər idir və yenə də təkrar edirəm ki, birinci qrupda 75% verilən plan yerləri dövlət sifarişli yerlərdir. Qalanları isə bu müsabiqədən keçən şəxslər faktiki olaraq hamısı müsabiqəyə buraxılıblarsa, onlar düzgün seçim edib ali məktəbə qəbul oluna bilərlər.